Bu bir toy vlogu olacaq. Əgər editləyib bitirə bilsəm və ya həvəsim yarıda kəsilməsə. Çünki genəlliklə həvəsim yarıda kəsilir. Xalamoğlunun toyudur. Qəbələdə toy necə olur onu göstərəcəm. Dumanlı dağların başında durdum. Kampa getmirəm. Sadəcə toy paltarlarımı, ayaqqabılarımı yığıb gedirəm. İlk öncə gəlin gətirəcəyik. Sonra gedib təzən hazırlaşıb restorana toya gedəcəyik. Bu da qorğaz, süfrələrimizin bəzəyi. Bütün Qəbələdə əsasən bütün məclislərdə olur. Düyüdür, onu isladırlar, qızardırlar, olur qorğa. Allah xoşbəxt eləsin mənim əziz qardaşımım, Turalım. Əslində mən bugün qız evindənəm. Qız evi, naz evi necə deyirlər. Mən onu sizə izah edeyim. Allah xoşbəxt eləsin, yar-yanlardan olsun. Oradan bir sağlam. Allah xoşbəxt eləsin. Yar-yanlardan olsun. Bu da ərgənimizdir. Dünən 11-ci sinifi bitirdi. Bugün isə toydadır. Qaynayıb qarışmır, çünki o asosialdır. Niyə asosial bir şey izah eləyəcəm? Xalamoğlunun toyudur, gəlin Şabranlıdır. Şabran Qəbələyə çox uzaq olduğu üçün dünəndən gəlin gəlir, o bir xalam gildədir. Gəlin o evdən çıxacaq simvolik olaraq. Adət-ənənələr yeni tapsın deyə video çəkilişlər və yaxud digər məsəl üçün indi sizə göstərəcəm nikah aşları falan olacaq. Onların hamısını eyni gündə eləyə bilmək üçün simvolik belə bir şey oldu. İndi onu da çəkəcəm. Gəlin. Davay getdi aş yeməyə uşaqlar. İndi o birisi xalamgilə gəldik. Gəlin gətirmə mərasimində Qəbələdə belə bir adət var. Nikah aşları olur. Yəni dini nikah qıyıldıqdan sonra aş, plov, döşəməli aş, ləzgi aşı hazırlayırlar. İndi onu çıxardılar. Onun videosunu sizə göstərəcəm. Bu nə qurusudur? Gavalı qurusu. Buna döşəməli aş deyərlər. Döşəməli aşdır. Bəli, çolpalı döşəməli aşdır. Bu bizim Sopa nikah toyu. aşımızdır. Nikah aşı. Bəli. Altdan ağ aş. Üstdən isə Ağ düyüdür, altdan. Üstdən də onun qarası. Qara da biz ona deyirik ki, duz aşları deyirik. Qara o duz aş. Qara sonra gələn də qazmağı çox sıxır. quru, pişmiş, üstündən şaballıt filan və ən sonda qazmağı olur. Qazmaq da xüsusi hazırlanır. Qazmaqda Ən dadlı hissəsi deyə bilərik. Məsələ aşın qazmağı. bəli, buyurun. Çok güzel. Bunun aşına çatan aş hiç yerdə yoxdur. Hər məclisin şahı da bizim Havdə xanımdır. Mən səhərdən bu anı gözləyirəm. Eləmi? Bəli, aş verdim. Qazmaq uğurladım. Aşın ən qəşəng hissəsi. Allah xoşbəxt eləsin. Yar yanlardan olsun. Amin. Çox sağ olun. Sağ olun. Biz o önünden açmır qapını. Azdır, az. Sonra.
Anam bacım kız geldi. Əl ayağı düz gəlir. 7 oğul istərəm, bircə dənə qız gəlir. Kömeklere o yine aşırı. Hazırız. Əsas tema bu çarlardır. Olmazsa olmaz. Thank you.